Dekabrın 27-sində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov sözgedən texnikalara baxış keçirib. Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında kommunal xidmətlərin inkişafı da mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Yerli icra hakimiyyəti orqanlarının təklifləri əsasında yaşayış məntəqələrində təmizlik, yaşıllaşdırma, işıqlandırma və digər kommunal təyinatlı işlərin icrası məqsədi ilə müxtəlif təyinatlı texnikaların alınması üçün Muxtar Respublika büdcəsinin investisiya xərcləri və digər mənbələr hesabına ümumilikdə 3 milyon manata qədər vəsait xərclənib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, cənab Prezident tərəfindən müəyyən edilmiş əsas vəzifələrdən biri yaşayış məntəqələrinin abadlığı və müasir tələblər əsasında inkişafının təmin olunmasıdır. Buna görə də kommunal xidmətlərin inkişafı dövlətimizin xüsusi diqqətindədir. Dövlət proqramı əsasında 30-dan çox yeni texnikanın alınıb gətirilməsi də bu məqsədə xidmət edir. Növbəti ildən bu say artırılacaq, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti daha da yüksəldiləcək. Məlumat verilib ki, yeni alınmış çoxfunksiyalı yük və su avtomobilləri, yük sərnişin avtomobilləri, tullantı daşıyan avtomobillər, avtosəbətlər, qəza bərpa avtomobilləri, yer süpürən maşınlar, ekskavator yükləyicilər, buldozerlər, qoşqusu ilə birlikdə traktorlar və kran manipulyator yerlərdə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, ekoloji sanitar vəziyyətin daha da yaxşılaşmasına öz töhfəsini verəcək. Yeni texnikalar yalnız cari problemlərin həllinə deyil, uzun müddətli perspektivdə dayanıqlı inkişafa xidmət edir. Yeni gətirilmiş texnikaların 12-si Naxçıvan şəhər, 2-si Şərur, 6-sı Babək, 7-si Ordubad, 2-si Culfa, 1-i Kəngərli və 1-i Şahbuz rayon icra hakimiyyətlərinə təqdim olunub. Növbəti mərhələdə təqdim olunması üçün Şərur rayonu üzrə 3, Culfa rayonu üzrə 2, Şahbuz rayonu üzrə 4 və Kəngərli rayonu üzrə 2 olmaqla daha 11 yeni texnika sifariş verilib. Səlahiyyətli nümayəndə texnikalardan səmərəli istifadə olunmanın zərurliyini bildirib, regionların müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.